Ən birinci mainly about-dur. Mainly about-u yenə də mən tövsiyə edirəm ki, ən sonda yazın. Amma o demək deyil ki, variantlara baxmırıq. Bir dənə böyüdüm. Variantlara baxıram ki, Iron Man race. Iron Man dəmir adam deməkdir. Race-dəki yarışdır. Founder yəni əsasını qoyan. Dəmir adam yarışının əsasını qoyan. Belə bir şey haqqındadır. Training process for a race. Deyir, yarışa hazırlıq mərhələsi. A group of athletes in Hawaii. Hawaii'də atlet qrupu. Challenging sports event. Çətin sport idman hadisəsi. The hardest part of race. Yarışın ən çətin hissəsi. Ümumiyyətlə, mətn nə haqqında ola bilər? İdman haqqındadır mənim. İdman və ya yarış. Maşın yarışı. Düzdürmü? Bəli. Yəni, mənə qısacası bunun haqqında bir vibe gəldi ki, yəni bunun haqqında ola bilər. Amma bilmirəm də, yəni götürmürəm heç nə. Sonra keçirəm 6-cı suala. 6-cı sual kimi first var, Iron Man var, thread call created. Gedirəm bunu mətndə tapmağa. Gəlin bir yerdə baxaq, görün, hardadır o. First, Iron Man, sırf o cümlə lazımdır mənə. Olmasa sinonimlər də ola bilər. Gəlin axtaraq. Mənim biri sardadır. Abzas 5-də yeni abzas. İkinci cümlə. 1978-ə altına düşün. Biraz qabağa gəlin. Aha, bura. Ay sağ ol. Ay sağ ol. Bax, cümlə tapıldı. Fikir verin cümləyə. A group of athletes wanted to combine three long-distance events into they created the first Ironman triathlon. Gərək eyni cümləni o tipdə variantda olmalıdır. Gördünüz, baxın, three sports. Three sports. Fikir verirsiniz, eyni şeydir. Hamı görür, hamı başa düşür. Bəli. Ay sağ ol. Deməli, variantım nədir? 6-da B. Götürdüm bunu. Sonra gedirəm 7-də. 7-də mən şeyə baxmalıyam. Yenə cümlədə həmin variantdakı şeyi axtarmalıyam. Baxıram ki, nə deyir? Despite its difficulty, a lot of people take part in the race. Difficulty, take part people. Baxın, gedək görək hardadır bu. Tapa bilmirik. Tapmaq olmur. Okey, amma sinonimləri ilə veriblər. Nəsə sinonimləri ilə veriblər onda. Difficult verilib aşağıda. Hani, hardadır? 7 Ay, sonra. sağ ol. Düzdür. Bax, oradır. Difficulty, many people join. Baxın, cavab çıxdı. Because they want to test their limits and feel proud. Eyni variant olmalıdır. Görək, varmı? Baxın, strong və feels satisfied. Elə bilin ki, limit sözü var. Limit sözünü strongla əvəz ediblər. Feel sözü olduğu kimi qalıb, satisfied da proudla. Yəni variant D. Sonra gəlirəm true false-a. True false-da da 2 dənə düz, 2 dənə səhv olur həmişə. Baxıram ki, the race usually consists of 3 main parts. 8.3. Necə? 8.3-cü səhvdir. Çünki yuxarıda 42 kilometr verir. Bu da 3 tamam. Yox, düzdür axı. Yox. O deyil, yox. Main part deyir, 3 main part. Bu sözü tapmalısınız. Düzdür müəllim o. Aysa, baxın, gördünüz 3 part. Fikir verirsiniz, deməli bu true-dur. Iron Man race take only varsa həmişə nədir bu variant? Səhvdir. Sonra, deməli, before reading bicycles, the athletes görək 300.8-dir, 100% bu rəqəmlərdə. Aha. Bəli, fikir verirsiniz, düzdür. 3A4B'dir. Bəli, 226 kilometrdir, yox. Düzdür. Bəli.